Prezident İlham Əliyev Rumıniyanın prezidenti Nikuş Ordana təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Hörmətli cənab prezident, Rumıniyanın milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bugün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari, iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni, humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri həm iki tərəfli, həm də çox tərəfli əsasda səmərəli əməkdaşlığımız, xalqlarımızın mənafeylərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir. Bu bayram günündə sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim firavanlıq və rifah diləyirəm.